Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Hər birinizi salamlayırıq. Biz Cross Media Az Analitik İnformasiya portalı olaraq bir müddətdir ki, saytımızda millət vəkillərimizlə, dəyərli ziyalılarımızla, ictimai xadimlərlə müsahibələr təqdim edirik. Biz bu müsahibələri əsasən yazılı formatda sayt üzərindən təqdim edirdik. Amma qərara gəldik ki, həm də bu video çəkiliş formatında, video müsahibələr formatında da bu müsahibələrimizi və çəkilişlərimizi davam edək. Və bu formatda bizim ilk müsahibimiz Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, bizim dəyərli professorumuz, dəyərli tarixçi alimimiz Anar müəllim İskəndərovdur, dəyərli dostumuz. Anar müəllim, sizi salamlayıram, xoş gördük. Çox sağ olun. Çox sağ olun ki, bizim dəvətimizi qəbul elədiniz və bu müsahibəyə razılıq verdiniz. Əlbəttə ki. Mən istərdim, icazə versəz suallarımıza keçək. Bizim buyurun. Xeyli suallarımız var. Çünki sizin fəaliyyət sahəniz, sferanız elədir ki, bu bütün məsələləri, belə deyək də, elm, təhsil, ictimai, mədəni, tarixi, ideoloji məsələləri əhatə edir, siyasi məsələləri əhatə edir. Və biz elə Anar İskəndərov adı elm təhsil adı ilə, belə deyək də, birgədir, yanaşıdır. Elm təhsil deyərkən elə həm də Anar İskəndərov anlaşılır. Artıq parlament, yəni bütün ölkədəki strukturlar bir tətil ovqatındadır, həmçinin parlamentdə, millət vəkillərimizdə. Konkret olaraq Milli Məclisin Elm Təhsil Komitəsi nə kimi çalışmalarla yekunlaşdırdı, Anar müəllim? Deyək ki, bu 6 ayı. Birinci, mən də sizin hamınızı salamlayıram. Əminəm ki, nə qədər çəkməkdən asılı olmayaraq, verdiyiniz suallar və verəcəyim cavablar bir mənalı olaraq artıq bura siyasət meydanı olmadığına görə tam, təbii, səmimi və ürəkdən gələn olacaq. Sualınıza keçirəm. Milli Məclisin yaz sesiyası bizim üçün çox uğurlu bir sesiya oldu. Xüsusilə də Elm və Təhsil Komitəsi. Onu da deyim ki, Milli Məclisin tarixində ilk dəfə Elm və Təhsil Komitəsinin üzvlərinin sayı 18-ə qədər yüksəldi. Heç vaxt belə olmayıb. Və eyni zamanda biz Elm və Təhsil Komitəsinin işinə təbii ki, Milli Məclisin sədrindən çox yazıldı. Nələri gətirdik? İlk dəfə olaraq biz Milli Məclisin binasından, onun iclas zalından kənara çıxdıq. İlk əvvəl nə elədik? Azərbaycanın tarixində hansı əlamətlər, hadisələr varsa, təbii ki, bunlar kifayət qədərdir. Həm hadisələrlə bağlı, həm tarix şəxsiyyətlərlə bağlı. Biz ali məktəblərlə bir yerdə konferanslarımız oldu, tədbirlərimiz oldu. İlk tədbiri Pedaqoji Universitetdən başladıq, Bakı Dövlət Universitetinə gəldi, Slavyan Universitetinə getdi, Sumqayıt Dövlət Universitetinə getdi. Yəni, biz 10 ali məktəbdə bu tədbirləri keçirdik və gördük bu tədbirlərin, yəni Milli Məclisin Elm Təhsil Komitəsi ilə hər hansı bir ali məktəbin birgə təşkilatı tədbirin keçirilməsi çox mühüm hadisədir. Hər iki tərəfə xeyir olan hadisədir və bunu biraz da genişləndirdik. Nə elədik? Biz dedik ki, bölgələrə gedək. Və doğrudan da təhsillə bağlı, müasir təhsil, təhsilin belə də ki, problemləri, təhsilin qayğıları və boşluqları aradan qaldırmaq üçün Elm və Təhsil Komitəsi nələri təklif edir? Qanunverici orqan olsa da, amma icra edici orqanla nəyi bir yerdə həll etmək istəyir? Biz bölgələrdə olduq. Astarada, deməli, Lənkəran Astara bölgəsini əhatə edən bütün təhsil rəhbərlərinin iştirakı ilə çox maraqlı bir konferans keçirdik. Və həqiqətən də konferans həmin günlərdə demək olar ki, bütün mətbuatda, bütün media işıqlandırıldı, bizə uğur gətirdi. Və ikincisi,
Bu gün Azərbaycan təhsili üçün maraq doğuran nədir? Sovet dönəmi üçün arabanın 5-ci təkəri olan belə deyək, peşə təhsili. Və elə Azərbaycanın dövlət başçısı Lənkəranda Dövlət Peşə Təhsili Mərkəzində oldu. Özdəki o çox gözəl, bina da gözəl, tələbələri də hazırlıqlı və peşə əldə eləmək üçün hər cür şərait olan bir müəssisə. Biz prezidentin açılışını etdikdən sonra biz belə qərar gəldik ki, Elm və Təhsil Komitəsi və Lənkəranda Dövlət Peşə Təhsili Mərkəzində bir konferans keçdi, çox yaxşı olar. Və bir ay hazırlıq getdi, doğrudan da çox maraqlı alındı. Və təbii ki, bu nəzərdə tutmuş ki, payız sessiyasında da biz təkcə bir bölgənə yox, Azərbaycanın başqa bölgələrində də bu, belə deyək ki, yəni ilk dəfə olaraq bölgələrlə əlaqələr, bölgələrlə münasibətlər, bir millət vəkili olaraq onsuz da o kətlərdə olursan, amma bir də var ki, Elm və Təhsil Komitəsi olaraq, həm də belə də ki, başqa təşkilatlar. Və təbii ki, bir neçə qanunumuz qəbul olunub. Bu qanunlar içərisində, məsələn, ümumi təhsil haqqında qanun, Azərbaycan reallığı, Azərbaycan həyatı üçün və Azərbaycan cəmiyyətini və Azərbaycan şagirdini kənar qüvvələrdən qorumaq üçün, kənar təsirlərdən qorumaq üçün ən mühüm qanunlardan biridir. Eyni zamanda qaçqın və köçkünlər əgər işğaldan azad olan ərazilərə gedirsə və burada kiminsə övladı peşə təhsilinə bağlı məktəbdə oxursa, təhsil haqqından azad olunması və onlarca başqa qanunlar. Bütün bu qanunlar təbii ki, Azərbaycan cəmiyyətinə lazımdır və biz də bu qanunları qəbul etmişik. Həm də bu yaz sessiyasının məhsuldarlığı da onunla bağlı oldu ki, biz heç vaxt Elm və Təhsil Komitəsi olaraq bu qədər elm və təhsillə bağlı qanunlar qəbul etməmişdik. Bu mənada bu sessiya, mən deyirəm ki, məhsuldar sessiya oldu. Çox təşəkkür edirəm. Maraqlı qeydlər bildirirsiniz. Anar müəllim, təhsil, belə deyək də, bütün Azərbaycanda mövcud olan ailələrin hamısına bu və ya digər formada təsir edən bir sahədir. Yəni, hamı özündə onu hiss edir. Ya öz ailəsində, ya ona yaxın olan ailədə bunu hiss edir. Ona görə də ən çox diqqətli olan sahədir, ən çox bəlkə də müzakirə olunan sahədir, bəlkə də ən çox tənqid olunan sahədir. Tamam, doğrudur. Bəlkə də ifrata varılaraq təhqirlər də belə deyək də, sosial şəbəkələrdə qarşılaşılan bir məsələdir. Ümumiləşdirsək, əsasən təhsilimizin və elmimizin ən mühüm problemi kimi siz nəyi görürsünüz ki, bax, onun həlli bizə çox böyük bir inkişafımıza səbəb ola bilər? Qeydlərinizin hər birini çox səmimi qəbul edirəm. Nə üçün? Bəli, təkcə Azərbaycanda yox, dünyada demək olar ki, bütün cəmiyyət təhsilin içindədir. Tutaq ki, həyatın başqa sahələri məlumdur. Tutaq ki, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, yəni Ədliyyə Nazirliyi, ya tutaq ki, belə deyək ki, İqtisadiyyat Nazirliyi, bunun mütəxəssisləri də məlum, bunun sahəsi də məlum. Amma təhsil həyatın elə bir sahəsidir ki, hər bir valideyn onun içindədir. Çünki hər evdə şagird var, hər evdə tələbə var, hər evdə məktəbə qədər təhsil və bağça var. Buna görə də dünyada, o cümlədən Azərbaycanda da ən çox bu fikir müsbət də ola bilər, mənfi də ola bilər, bu fikir doğru da ola bilər, bu fikir yalan da ola bilər, belədir ki, təhsillə bağlıdır. Bəli, bugün Azərbaycan təhsilin nəyi istəyir? Valideyn nə istəyir, şagird nə istəyir, müəllim nə istəyir? Axı, bunların qovuşan bir nöqtəsi var. Bu nöqtə nədir? Sovet dönəmi üçün bir yazılmamış belə bir qayda var idi. Yəni, o sosializm yarışı təkcə pambıqla bağlı deyildi, üzümlə bağlı deyildi, çayçılıqla bağlı deyildi. Az qala hər bir evdə də ya doğru, ya yalan, mənim uşağım hökmən bu il ali məktəbə qəbul olunmalıdır. Hansı yolla olursa olsun, tələb olmalıdır.
Artıq o dövr kənarda qalıb, yəni Sovet dönəmi bizdən gör neçə il arxada qaldı. Ancaq düşüncələrdə hələ də insanların bir hissəsi söhbət Azərbaycandan gedir. O düşüncənin sahibidir. İkincisi, Sovet dönəmi dağılandan sonra yüzlərlə yox, 10 minlərlə insan saxta diplom əldə etdi. Diplomu aldı. Bu bütün sahələrdə var. Məsələn, bir dəfə bir sorğu aparın. Görün, 90-cı ilin əvvəllərində nə qədər insan o dövrdə ikinci təhsillə bağlı hüquq təhsili alıb. İşləyəni də var, işləyəməyəni də yoxdur, onunla işim yoxdur. Amma müəllimliklə, müəllim olmaqla bağlı diplom alanlar kifayət qədər oldu və onlar Azərbaycan təhsilinə sözün həqiqi mənasında zərbə vurdular. 3. Müəllimlik həyatın hansı sahəsidir? 3 ölçü var burada. Sovet dönəmində də elə idi. Bugün nələr əlavə olunsa olsun, bugün 3 şeyə ehtiyac var. 1. Müəllimin ədaləti. Mən ayırmıram. Ali məktəblə orta məktəbi ayırmıram. Müəllimin əxlaqı və hələlik bizdə bugün üçün mühüm olan müəllimin nəfsi. Müəllim nə vaxt müəllim kimi fəxr edə bilər? Mənim bu dediyim 3 ölçüdə onun 3'ü də gözlənilsin. İnsanlar bir müddət 70 il biz Sovet döneminde yaşadık. Sovet kanunları sert idi. Ama aynı zamanda ağzında kanun deyirsən. Bu kanun, bu olar, bu olmaz. Ama 70 ildən sonra biz müstəqil dövlətin qanunlarına riayət etmək. Çünki artıq ictimai mülkiyyət yoxdur. Sovet dövləti yoxdur, Sovet mülkiyyət yoxdur. Və xüsusi mülkiyyət və xüsusi mülkiyyətin insana verdikləri və insandan aldıqları. Buna xüsusi diqqət etmək lazımdır. Bizdən çox şey aldı. Biz ondan çox şey alamadık. Yəni insanlarda hərislik yarandı. Pula hərislik, var dövlətə hərislik, daha çox ev olsun, daha çox işi olsun, daha çox olsun. O artıq təhsilə çox ağır təhsillədir. Çünki müəllimin aldığı əmək haqqı və iş adamının artıq mən onun müzakirəsini vermirəm ama onu zəhməti ilə qazandı ya qeyri. Çünki əgər zəhməti ilə qazansaydı onda adama sual verirlər. Bəs bu yüzlərlə, minlərlə insan nə üçün tutulur ki, əmlak yiyir, kimisə əmlak yiyir. Bu mənada bunlar böyük təsir göstərdi. Ona görə də bugün təhsillə bağlı hamı danışır. Amma arzuladığımız nədir? Bunun üzərində xüsusi dayanmaq istəyirəm. Bağçadan başlayaraq, bağçanın funksiyası və bağçada ilk əvvəl şagird necə yetişdirilməlidir? Biz onun öhdəsindən gələ bilirikmi? Birdən desən ki, əlbəttə ki, hə, düz olmaz. Nə üçün? Onda sual olunur. Bugün məktəbə qədər təhsil, nə qədər şagird var, nə qədər kənd var, nə qədər belə deyək ki, qəsəbə var və nə qədər bağça var. Onda çox böyük ziddiyyət yaranır. Bir, deməli, burada artıq biz tam mənada buna nail ola bilmədik. İkincisi, məktəb. Bugün, Allaha şükür ki, yəni bu illərdə məktəbin qazı ilə bağlı, işığı ilə bağlı, təmiri ilə bağlı problemlər azalıb. Amma 20 il bundan qabaq, yəni müharibə şəraitində olan bir dövlətin, bir ölkənin məktəblərlə bağlı problemi kifayət qədər çox idi. 1 milyon insan öz evindən, eşiyindən diyərgin düşüb. Onun üçün ən rahat şəraitdə, ən rahat bağçanı və məktəbi hardan yaratmaq olardı ki, o yaşamaq üçün ən ibtidai formalardan istifadə edirdi. Yəni 2020-ci ilə qədər ki olan tarixlə bağlı xeyrimizdə olmayan kifayət qədər şeylər verdi. Və üçüncüsü, ali məktəblər. Qısa müddət ərzində elə ali məktəblər yaradıldı ki, o nə qanunla onun yaradılmasına icazə verilməməlidir, nə də ki, o ali məktəb kimi ad çıxırda bilmədi. Sadəcə olaraq kimlərsə süni şəkildə
öz imkanlardan istifadə yaratdılar. Onun adı ali məktəb oldu. Əslində ali məktəb deyildi. Ali məktəb nədir? Ta ki, vaxtı ilə deyirdin ki, Kamal atestatı. Yəni 10-cu sinifi bitirdi, artıq vətəndaş kimi bu hazırdır. Və ali məktəbə gələndə artıq sən ali təhsil alandan sonra mütəxəssis kimi yetişməlidir. Həyat göstərdi ki, o 4, əvvəl 5 il, sonra 4 il gəldi, getdi, amma onun faydalı iş əmsalı heç nə oldu, heç nə vermədi. Bax, bütün bu çətinlikləri biz aradan qaldırmalıyıq ki, bugün biz də deyək ki, bəli, bugün Azərbaycanın məktəbləri, orta məktəbləri, ali məktəbləri, liseyləri, kollecləri dünyanın hər bir məktəbi ilə rəqabət apara bilər. Məsələn, bir amma sevindirici cəhət onu deyə bilərəm ki, görün, hər il nə qədər Azərbaycanlı gənc dünya olimpiyadalarında iştirak edir, onu qazandığı nə olur? İmtahansız ali məktəb olur və yaxud xaricdə oxur. Bütün bunlar onu göstərir ki, irəliləyiş var. Amma o ki, arzuludur, heç bir nöqsan olmasın, amma təbii ki, ona kifayət qədər vaxt lazımdır. Siz özünüz toxundunuz, Anar müəllim. Belə deyək də, müəllim daha çox maaş istəyir. Valideyn daha yaxşı təhsil istəyir. Şagird imtahanların, tələbə imtahanların, dərs yükünün çoxluğundan narahatçılığını hiss elətdirir. Məktəb rəhbərliyi, aidiyyətli qurumlar valideynlərin, şagirdlərin daha diqqətli davranmasını tələb edir. Bax, beləcə qarşılıqlı olaraq sanki bir-birindən narahat, narazı şəkildə bir situasiyada davam eləyir məsələlər. Bu onu tənqid edir, o bunu tənqid edir. Tamam. Necə görürsün məsələlər? Mən əslində sizə maraqlı bir tarix danışım. Nə zaman ki bizdən istedadlı uşaqlar xaricdə ali məktəblərə gəlirlər, bunlar təbii ki, vətənlərinə qayıdırlar, istirahət vaxtı, tətil vaxtı. Bunların birinci cümləsi bu olur ki, oxumaq dəhşətdir. Deyirsən, niyə? Deyir ki, gecə-gündüz oxumalısan ki, sən orada uğur qazanasan. Ancaq mən də sual edirəm, bizdə gecə-gündüz oxuyan kimdir ki? Yəni, bizə belə gəlir ki, məsələn, mən demirəm, təbii ki, mən də xarakter etibarilə, sənət və peşə etibarilə müəllim olduğuma görə mən də istəyirəm müəllimin maaşı çox olsun, həqiqi mənada çox olsun. Ancaq mən Azərbaycandan kənarda bir neçə ölkədə ali məktəblərdə olmuşam, elə belə yox. Yəni, içinə girmişəm, mahiyyətini öyrənib. Elmlər doktoru, professor gəldi, öz otağına girdi. Bu səhər saat 9-da gəldi, saat 5-ə qədər oradadır. Hər gün 5-ə qədər orada. Konsultasiyaları var, elmi rəhbər kimi məsləhətləri var, ondan sonra kənar məqalə yazmaq üçün nəyi var, hər gün belə keçirdi. Və belə deyək ki, orta məktəblərində olmuşum. Mən yenə görmüşəm ki, orta məktəbdə o müəllim ta ki, saat 9-dan saat 4-ə qədər, 5-ə qədər oradadır və eyni zamanda işləri var. Sadəcə o gələ bilirlər, biz burada necə otur, belə oturmuyor, bir işi var. İndi mən də ali məktəb müəllimi kimi və görürəm, kafedra müəlliminə ayrılan dərs, buraxılış işləri, magistr işləri, çıxmaq şərtlər, müəllim hər gün səhərdən axşama kimi orada yoxdur. Lap bir tərəfdən ta ki, müəllim 6 saat burada oturmalıdır deyilsə də. Orta məktəbdə hər bir müəllim, orta məktəblə bağlı nə ağız dolusu danışa bilirəm, kafedramız hər il Bakının 10-a qədər məktəbinə tələbə aparır, pedaqoji təcrübəmiz var və deməli biz orta məktəblə sıx əlaqədə idi. Müəllim dərsini deyən kimi həmin məktəbi tərk edir. Axı o müəllim səhər saat 9-dan axşam saat 5-ə qədər işləmədi. Oradakı onda müəllimin maaşı ilə və xaricdəki bizim maaşımız bərabər olanmaz. Yenə deyirəm,
mən təbii ki, istəyirəm ki, və bu il də pilot layihə kimi, qoy o maraqlı cəhətdə deyim ki, Nazirlik pilot layihə kimi keçirmək istəyir ki, yəni saat hesabı dərs deməkdən və alınan puldan müəllimi azad etmək. Müəllim də səhər tezdən gəlsin, gündən qədər işləsin və onun da əmək haqqını qaldırar. Çünki dərs saat hesabı qaydada müəllimin maaşını nə qədər qaldırmaq olar? O mümkündür. Və mənim bu sahədə ən çox sevilən adamlar, insanlardanam ki, işin içində olan, qoy müəllimin də maaşı yuxarı olsun. Ancaq bu deməkdir ki, müəllim bugün tutaq ki, 2 saat, 3 saat və ya da həmin gün dərsi yoxsa məktəbə gəlməsin, o da narazı olsun. Bu ədalətli deyil. Və sonuncu onu deyirəm ki, müəllim üçün bu vaxtıyla indi biz Sovet dövründə təhsil aldığımızdan ən çox stat gətirlərimiz dövrünə bağlıdır. Friedrich Engels, Karl Marx'ın qəbri üzərində nitqində deyirdi ki, insanlar elmicə, sənətlə, siyasətlə məşğul olmaz əvvəl yeməli, geyməlidir. Doğrudan da müəllimin yeməyi, geyməli normal olmalıdır. Bəlkə də 20 il bundan əvvəl bu sualı mənə versəydiniz, deyərdim ki, müəllimin vəziyyəti çox ağırdır. Ancaq bugün Allaha şükür, demirəm ideal bir əmək haqqıdır, əmək haqqı var. Amma sadəcə o əmək haqqı məktəb və şagird bu münasibətləri düzəltmək üçün, bu münasibətlər, yəni belə deyək ki, üçü bir ilə toplaşmaq üçün, toplanması üçün yəqin ki, hələ çox vaxt ehtiyacımız olacaq. Siz həm də tarixçi alimsiniz, elm təhsil komitəsidir. Gənclər elmə gəlirmi? Gətirmək olurmu gənclər elmə? Bilirsiniz, xüsusən kişi, oğlan uşaqlar nəzərdə tutulur. Bugün Azərbaycan təhsilinin ən böyük problemlərindən biri nədir? Bəzən dilə gətiririk, bəzən üstündən keçirik. Gəncliyin dünya görüşü, gəncliyin istədiyi söhbət böyük heyətdən gedir, fərdlərdən getmir. Fərdlər həmişə olsa düşüncələri ayrı olur, ancaq ümumi cəmiyyəti təmsil edə bilməz. Əvvəlki o maraq yoxdur, çünki əvvəlki marağı mən oxumamışam, mən yaşamışam. Axundov adında kitabxanada biz heç və bəlkə o dövrdə yalvarmamışıq, amma kitabxanaçılara yalvarmışıq ki, nə olar, 10 dəqiqədə gec bağlayında, qoy bir sual orada qaldı, sabahı seminarım olacaq və həm də kitabxana ağzına kimi dolu. Bugün oğlan uşaqların, gənclərin elmə gəlməyinin, yəni gəlməməyinin ən böyük səbəbini mən sizin üçün izah edeyim. Vaxtıyla bəyənmədiyimiz Sovet cəmiyyətində ali məktəbi bitirirdin, aspiranturanı bitirirdin, aspiranturanı bitirəndən sonra hər hansı ali məktəbə təyinat olurdu və gənc mütəxəssis kimi qeydə alınırdın. 6 aya da, 1 ilə də, 2 ilə də, lap 3 ilə də ev alırdın. Ev alırdın. Bugün o gənc mütəxəssis ifadəsi yoxdur. Oğlan uşağı gəldi, çox gözəl. Bizim kafedə bugün el oğlan uşağı var. Oğlan uşaqları yox, oğlan var. Doktorantdır. Mən hər dəfə onu görəndə fikirləşirəm ki, dadını çəkməyə ehtiyac yoxdur. Bu gənc savadlıdır, bacarlıdır, arxivlərdən uğurla istifadə edir. Bunun dissertasiyası hazır olacaq birazdan və nəhayət də müdafiə edəcək. Müdafiə elədi, lap bizim kafedrada buna ştat da verildi. Bəs bunun ev məsələsi necə olacaq? Bu evin nə ilə əldə ediləcək? Və bu tərəfdən də görürsünüz ki, Bakı şəhərində evin 1 kvadrat metri hara gedib çıxır? Yaxşı, aldığı maaşla, nə boyda maaş alırsa olsun, o evi alanmaz. Axı, ev almaq mümkün olmayanda evlənmək də mümkün olmur. Və yaxud o şəkildə evlənsə, onda onun həyatı necə olacaq? Buna görə də orta məktəbdən tutmuş ali məktəbə daha çox qızlardır. Mən demirəm, onlar da ki, oğlanlar onlardan üstündə, ancaq real vəziyyət belədir.
Ancaq bir maraqlı cəhətdə deyim ki, bu proses təkcə Azərbaycanda belə deyil. Yəni, mən qonşu ölkələrin Elm və Təhsil Komitəsinin sədri kimi kənarlarda olanda maraqlandıqlardan biri odur ki, yəni bizim kimi olmasa da, amma nisbətdə yəni, o fərq onlarda da var. Amma təbii ki, belə deyək, gələcəkdə, yəni ki, bu istiqamətdə də yəni, düşünməyə ehtiyac olacaq, bu problem olacaq. Amma bir maraqlı da bir fikir deyim ki, dünyada harda qadın hakimiyyətdə olursa, o ölkələrdə müharibə olmur. O ölkələrdə dedikodular olmur, çəkişmələr olmur. Bəlkə də qadınların üstünlüyü son nəticədə dünyanı müharibələrdən azad edəcək. Yəni, bu yazılmamış qanundur ki, qadın olan yerdə müharibə daha az olur. Mən demirəm olmur, yox, müharibə daha az olur. Və bunu da onun üçün deyirəm ki, yəni hardasa məsələn, tutaq ki, dünyada belə bir hazır resept var. Necə eləmək olar ki, kişi və qadınlar bütün bərabər olsun. O gender bərabərliyindən biz danışırıq. Ancaq qadınlar ki, hər gün, hər ay onların sayı artır, elmdə, təhsildə, səhiyyədə onunla bağlı hardasa bir elə fikir yoxdur ki, bunu belə eləsə belə olacaq. Bir də hələlik bu gün onun mənfiliklərini tutmamışam. Ancaq siz deyəndə ki, bəs oğlan uşaqları, mən də deyirəm ki, yəqin ki, hər bir ağıllı oğlan uşağı da heç olmasa 3 il, 5 il uzağı görür və görür ki, bu şəkildə elmə gələndə onun qazana biləcəkləri çox az olacaq. Bəlkə də ondan bağlıdır. Bəlkə yox, əslində də ondan bağlıdır. Siz elə öz çıxışınızda toxundunuz, Anar müəllim. Statistikalar biraz qorxuducu olmağa başlayıb. Azərbaycanda doğumun səviyyəsi düşüb aşağı. Bəli, kütləvi şəkildə. Boşanmaların sayı artıbdır. Evlənmək istəyən, evlənən cütlüklərin, gənclərin sayı azalıbdır. Evlənib qısa müddətə boşananların sayı artıbdır. Bu, təbii ki, yaxşı statistika deyil. Yəni, bu hər baxımdan həm də bir təhlükəsizlik məsələsidir dövlət üçün, yəni sosial-iqtisadi məsələdir və digər məsələlər var. Siz necə münasibət bildirmək istərdiniz bu məsələyə? Bəlkə də bugünkü qalib Azərbaycan üçün ən çətin sualı verdiniz. Çünki ailənin yaranması üçün, ailənin ailə olması üçün vahid bir resept yoxdur və bir dekret yoxdur. Məsələn, maraqlı bir tarix deyim. Vaxtilə Osmanlılardan sonra Cumhuriyyətçilər hakimiyyətə gələndə Mustafa Kemal Atatürk gördü ki, hüzür yerlərinin, belə də xeyr və yasın qoşulduğu olmur da, yəni kim necə istir eləyir. Ona görə məlum oldu, o məlum dekreti verdi. Yasda nə qədər hüzür necə ola bilər, nə şəkildə keçə bilər və toyda nə qədər adam ola bilər, nə edə bilər o dövrdə. Və bu məsələ həll olundu. Yəni, zorakı yolla, qanuni yolla. Bugün Azərbaycan reallığı üçün bu problemi hamı görür. Mənim, qoy deyim, bu sir deyil, 70 yaşım var, biraz çox. Doğulduğum kətdə 1973-cü ildə o kətdən çıxanda bir dənə xalaoğlu və xala qızı boşanmışlar. O kənd üçün dərd idi. Dərd idi ki, bir ailə boşanıb. Çoxlu səbəblər gətirilirdi. Uşaq kimi bunları görürdüm. Sonra belə. Amma həm də o kənddə necədir? Çox böyük kəndidir. Yəni, amma indi, bayağı demişkən, heç hələ üzüyü əlinə rahat keçirtməmiş, səhər deyir ki, ala gəl üzüyü yapar. Və bu ilki, siz görürsünüz, birinci sinifə gedəcək şagirdlərin sayı kəskin şəkildə azalıb. Ailələrin dağılması və ailələrin dağılması ilə bağlı məhkəmələrdə bəlkə 10 minlərlə mülkiyyətlə bağlı işlər var. Bu, əlbəttə ki, cəmiyyətin üzünü ağırdan hadisə deyil. Bu dünyanın problemləri var idi, var. Ancaq, məsələn, mənim düşüncəmdə belə idi ki, bir xalq olaraq bizim dünyanın başqa xalqlarından, məsələn, fərqli cəhətlərimiz var. Məsələn, biri,
tarixdən heç vaxt oxumamışıq ki, Azərbaycanın kimin torpağında Səfəvi dövrü olsun, Ağqoyunlu olsun, yəni güclü dövlətləri deyəndə kimisə torpağında gözü var. Heç vaxt bu olmayıb. Heç vaxt bizim elə bir düşüncə tərzimiz olmayıb ki, gün o gün olsun ki, Azərbaycan bütün dünyanın sahibi olsun. Həmişə olsun, gün o gün olsun, Azərbaycan itirilən torpaqların sahibi olsun. Necə ki, 44 günlük müharibə ilə biz o torpaqların böyük bir hissəsini qaytara bildik və doğrudan da fəxr ediləsi hadisədir, şərəfli hadisədir. Və o, biz, belə deyək, ali məktəbdəki müəllimləri deyirdik, biz bu tələbələrdən güclüydük, amma 44 günlük müharibə ilə onlar öz 100 ballarını aldılar. 100 ballarını aldılar. Çünki vətən üçün döyüşmək, vətən müharibəsinin qəhrəmanı olmaq, vətən müharibəsi ilə torpağı geri almaqdan böyük iş, şərəfli iş yoxdur. O təkcə auditoriyada hansısa bir problemlə bağlı bir məsələnin həlli deyil, bir tarixdən hansısa bir tezin yazılması deyil. Ancaq mən də bir vətəndaş olaraq, bir ziyalı olaraq sizin o sual kimi qoyduğunuz fikirlərin tam içindəyəm, onun təşvişini, həyəcanını keçirirəm ki, əgər hər il bu qədər insan boşanırsa, son nəticədə bu dövlət üçün strateji bir məsələdir. Bu dövlətin təhlükəsizlik məsələsidir və bu qədər insan boşanırsa, ailə dağılırsa, onda son nəticədə o dövlətin güclənməsinə mane olan bir hadisədir. Amma bununla bağlı, yəni ki, bizdə Azərbaycanda, yəni buna məhsul olan təşkilatlar da var, amma ən birincisi məktəbdir. Ən birincisi məktəbdir ki, vətənə məhəbbət ruhunda şagirdin tərbiyə olunması onu vətəndaş kimi yetişdirirsə, təbii ki, yetirirsə və bu istiqamətdə müəyyən uğur qazanmaq olar. Ancaq hələlik görmürük. Burada bir neçə amillər qeyd olunur, professor. Deyək ki, sosial-iqtisadi amilləri qeyd edirlər. Amma həm də mühüm amillərdən biri kimi interneti qeyd edirlər. Sosial şəbəkələri, ondan sonra orada digər məsələlər və s. bu ailələrin dağılmasının, gənclərin evlilikdən uzaq düşməsinə səbəb olur. Və indi də bütün bu məsələlərin üstünə deyirlər, artıq süni intellekt də gəlir və digər məsələlər də gəlir. Yəni artıq əlçatmaz olan bir zaman məqamlar hamısı əlçatılan olubdur və bunlar da bu amillərə təsir edir. Siz necə düşünürsünüz? Bilirsiniz, Mariz müəllim, mətbuat üçün deyilən elə olmalıdır ki, hamı ondan götürsün. Bəli, bugün 4-cü sinifi bitirməyən kimsə əgər çıxış edirsə, öz həyatını nümunə göstərirsə, hansı yollansa, mən yenə edirəm, hansı yollansa, demirəm, halaldır, haramdır, bir pul sahibidirsə, onun o təhqiramiz fikirlərini minlərlə insan oxuyursa, heç olmasa onun 30%, 20% onun fikrinə bəraət qazandırırsa, dəhşətdir. Elə məktəb də odur da. Məktəbdə də öyrədirsən, o öyrənir. İndi burada da kimsə onun fikrini qəbul edir, o düşüncünə gedir. Mən tam razıyam. Və bir də mən Dünya Xalqlarının Təsnifatı kitabında belə bir maraqlı fikir var. Həm də ki, mən fikri oxuyanda, ona vətəndaşlıq hüququ verəndə bir tarixçi olaraq, mən heç kimlə bahis eləmirəm. Çünki artıq mən o fikrini formalaşdırdı. Mikluf Makla yazırdı ki, hər bir xalqın mədəni səviyyəsi onun bioloji xüsusiyyətlərlə deyil, onun keçirdiyi tarixi şəraitlə müəyyən olunur. Mən maraqlı bir sizə fikir deyim. Sovet dönəmində çəkilən bütün kinolarda qadınların başı bağlıdır. Onun kimə nə ziyanı var idi ki? Baş bağlamaqla və yaxud azad qadın heykəlinin qabağında bir qadın tutaq edirəm, başını açdı, o kimə nə verdi ki? Mən onda sual verirəm, tarixçi olaraq artıq. 1918-20-ci ilə qədər heç bir qadın səhər saat 5-də sübh namazından qabaq küçə süpürməyib.
İndi isə bütün küçəni sənin dediyin o cənnət anaların ayaqları altında dediyin qadın o küçəni süpürür, maşınla onu vurur. Qadın azadlığı odur, qadının böyüklüyü odur. Səni qadın azadlığı. Yəni qadın azadlığı nədir ki? Qadın azadlığı körpə doğmamaqdır, övlad tərbiyə eləməməkdir. Bunun üzərində hər bir insanla mübahisə hazırlam. Nə üçün? Çünki tam ömrümün 10 ilini buna qoymuşam ki, insan azadlığını başdan azad oldun, çox dar geyindin, azad oldun, diqqət mərkəzində oldun. Yox, bunlar həm də biz bir xalq olaraq, bir daha deyirəm, bizə qonşu Gürcü olub, bizə qonşu sonradan gələn erməni olub, hətta Şimal Qafqazda qatıram. Bu elə Dağıstanı, oradakı Azərbaycan olub. Həmişə biz siz nə ilə öyünmüşük? Xaricdən diqqəti cəlb eləməklə qadınlardan söhbət gedir. Öyünməmişik. Biz öz evimizdə öyünmüşük. Övlad tərbiyəsini öyünmüşük. Evə gələn qonaq çıxanda deyir ki, halal olsun bu və bir də gələcəm. Ancaq biz bugün onu dəyişmək istəyirik. Biz bugün belə fikirləşirik ki, hardasa kimsə bir açıq saçı olsa, biraz da nə bilim, ya insan oxşayan, ya nəyə oxşayan bir səsi olsa, bu ziddiyyətdir. Bu çox mürəkkəb. Bununla biz heç də nail olanmarıq. Mümkün deyil. Çünki bayağı Miklux Maqlayda fikir gətirdim. Özdəki qızıl, elə qızıl. Biz dünyanın elə xalqları var ki, tutaq ki, məsələn, qədim Spartada, insan xəstələnən kimi dağın başına çıxardı, buraxırlar, getdi. Bugün onu kim qəbul edə bilər? Biz də bir xalq olaraq, biz həmişə o şeylə, biz qadında həmişə zəriflik görmüşük. Evimizdə də ata, misal üçün, bir şey eləndə ana gəlib deyir ki, yox, dəymə. Ancaq biz bugün təyinatı elə dəyişmək istəyirik ki, qadın hər şey elə bilər. Yəni, hər şey neyinə bilər ki? Bayağı dedin ki, ona görə də bugün nişan, üzüyü taxırsa boşanır da. Elə olmamalıdır. Və bunu gücləndirən bir fikirdə deyim. Bizim dinimiz, yəni dünyəvi kitabımızda olan Quran-ı Kərim, ondan doğan İslam elmi, İslam sonuncu dindir. Və sonuncu din mükəmməl bir dindir. Və sonuncu dinimizdə də qadına verilən qiymət bütün dinlərdən üstündür, yuxarıdadır. Bu mənim fikrim deyil. Ancaq mən də biz deyalım. Ona görə biz bugün, yəni deyil ki, adət-ənənə deyəndə biz o dəqiqə dinə meyl edirik də. Amma biz bəzən elə məsələlər olur ki, yox, biz dünyəvi dövlətik. Kim deyir ki, dünyəvi dövlət olma? Dünyəvi dövlətik, bir mənalı. Amma yaddan da çıxartmır ki, o bayrağımıza hər dəfə baxanda, onunla qürur duyanda, onun bir rəngi də İslamla bağlıdır. Kimsə nə deyir ki, dünyəvilikdən imtina elə heç kim. Amma heç vaxt onu da yaddan çıxartma ki, həmişə o bizim üçün siz nədir? Məsələn, mən gözümü açmışam, nə içki görmüşəm, nə siqaret. Sadə bir sualım var. Nə itirmişəm ki? Amma biz nələr qazanmışam? Dünyanı qazanmışam. Heç bir zaman, heç bir yerdə mənə deyilməyib ki, az içəydində, heç bir zaman, heç bir yerdə mənə deyilməyib ki, az çəkdə, necə mən hər dəfə kafedra yoldaşlarına deyirəm, kafedra qəti olmaz təbii ki, üniversite olmaz, amma nə inirsən buna, axırda ana mən düz deyirəm, əlbəttə ki düz deyirəm, bunun axı xeyri nə ola bilir? Ya mən normanı gözləyirəm, hansı normanı, o norma harada yazılır ki? Ona görə deyirəm ki, bir xalq olaraq, ümumbəşərin nə varsa biz ondan istifadə edək, mümkün deyil o. Mümkün deyil. Onda, necə ki, Avropada, üzr istəyirəm, həmcinslər bir-birinə evlənirlər, axı o bizə nə qədər yaddırsa, bizim üçün də ağırlı şeydir. Niyə ailə quran, 5 uşağı, 3 uşağı, eləsi var, yaşı gəlib 60-dan yuxarıdır, deyir, boşandıq. Bu boşanmaq ifadəsini elə işlətdik ki, heç nə olmur. Əslində çox böyük şey olur. Bəli, çox bir faciə məsələ. Bəlkə də burada məktəbin də günahı var, müəllimin də günahı var, cəmiyyətin də günahı var, amma son nəticədə bütün Azərbaycan itirir. Bəli, bəli.
Doğrudur. Anam müəllim, siz özünüz toxunursunuz elə bu 44 günlük müharibə ilə bağlı məsələlərə toxundunuz. Biz o müharibəni döyüşdük, qazandıq. Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman ordumuz, xalqımız, hamı bir dəmir yumruq şəklində bu nəticəni aldıq. Və siz Sovet dövrünü görmüş, yaşamış bizim dəyərli ziyalımızsınız. O zaman ideya Azərbaycanda müstəqillik qazana bilmək idi. Sovet dövrünün son dövrlərində xüsusən bu bir ideya olaraq müstəqil dövlət olmalıyıq falan. Bu Azərbaycan xalqında bir belə deyib müstəqillik ideyası qabardı. Müstəqil olduq, sonra torpaqlarımız işğal oldu. Biz ona köhləndik, onu azad elədik, ideya olaraq onu qoyduq. Bu məsələni də həll etmişik. İndi bizim ideyamız nə olmalıdır? Əslində mən bununla bağlı sizdən bir neçə maraqlı fikir bölüşüm. Dünyada xalqlar xarakterinə görə 3 yerə bölünür. Filoloji təfəkkürlə yaşayanlar, tarixi fikir əldə edənlər və riyazi təfəkkür. Böyle bir aksiyomadır da bunun üçün, da bunun mübahisəsi yoxdur. Yox, anam mən filan şeydə var yox. Riyazi təfəkkür bu Allahın verdiyidir. Əgər anar müəllimdə riyazi təfəkkür yoxdursa, bütün riyaziyyatçıları yığ, dərs keçsin. Alınmaz. Bizə alınmır. Və dünya da belədir də. O riyazi təfəkkürün üzərində qurulur. Mən uzun illər abituriyent hazırlamışam və o dövrümlə fəxr edirəm, şərəf duyuram. Yanıma valideynlər abituriyent gətirəndə ilk sualım bu olurdu. Bu övladın riyaziyyatı necə bilir? İndi valideynlər də təbii ki, bizlər də onun içində səbirsizdir də. Ay anar müəllim, bu hüquqşünas olacağı, riyaziyyatın bundan nə xeyri var? Çünki mən təbii 3-cü qrup başda hüquqşünaslar olmanı hazırlanırdı. Mən başa salırdım ki, riyaziyyat zirvədir. Riyaziyyatı bilən, bütün o elmlərin hər birinə hakim ola bilər. İndi tarixi təfəkkür üzərinə gəlirəm. Biz məsələn, mən sizə sual verirəm. Abbasqulu Bayxanov Gülüstan-ı İrəm əsərini yazmasaydı, indi biz bugün deyərdik ki, Azərbaycan tarixşünasının bünövrəsi hansı əsərlə qoyulub? Niyə bir dənə? Niyə bir dənə? Niyə 100 dənə axundu yoxdur? Niyə bizə qonşu olan, sevdiyimiz, sevmədiyimiz, istədiyimiz və istəmədiyimiz bizə qonşu olan xalqlarda tarixşünaslığın formalaşması, başa çatması 13-14-cü əsrdədir. Biz bütün ümidimizi 19-cu əsrdə bir dənə Gülüstan-ı İrəm əsərinə bağlamışıq. Niyə, nə üçün? Azərbaycanın dövlət başçısı qələbələrdən sonra təbii ki, bütün fikirlər tarix fikirlərdir, amma birini qoy, təkrar deyim, zaman gələcək. Biz Ermənistanla qonşuluq münasibətlərini bərpa etməyi həyata keçirəcəyik. Necə indi bax, qonşuluq münasibətləri. Təbii ki, sülh bağlanandan sonra bu daha çox olacaq. Amma ermənilərin bizə qarşı törətdiklərini heç vaxt yaddan çıxartmamalıdır. Bax, ən böyük tarixi cümlədir. Yəni, bir xalq olaraq nə zaman ki, insan da elədir və cəmiyyət olaraq xalq da belədir, unutqan olur. Faciələr hər gün onun yanındadır. Faciə, yəni biz bu illər ərzində tariximizi o şəkildə yazmadı ki, gələn nəsil bunu oxusun. Gələn nəsil oxusun ki, 1813 və 28-ci ildə bağlanmış müqavilələrlə Azərbaycanın 21 müstəqil xanlığı işğal olunub. Biz onu yazmadıq. Biz yazdıq. Biz Rusiya birləşdik, Osmanlı zülmündən azad olduq. O idi, o deyil də. Yəni, Rus gəldi, neynədir? Rus gəldi, bu torpaqları tək işğal etmədi. Həm də Azərbaycan torpaqlarında əvvəl Erməni vilayəti, sonra İrəvan quberniyası, sonra da Erməni dövləti yaratdı. Bəs
Bunu biz niyə yazmadıq? Bunu yazmadıq, yeni nəsil onu öyrənmədi və biz elə başa düşdük ki, Sayat dolu üçün ağlamaq lazımdır. Biz başa düşmədik ki, bu faciədir, bu dərddir. Buna görə 70 ilin təcrübəsini biz onun acı nəsillərini harda gördük? SSR dağılıb, bayaq dediğin kimi, nə gözəl, SSR dağıldı. Azərbaycan öz dövlət müstəqilliyini, bərpasını elan etdi. Onun şirinliyinin dadı yox. Elə həmin dövrdə torpaqlar işğal olundu və bu torpaqların işğal olunması nə qədər böyük dərd olmuş olsa da, təbii ki, o böyük dərddir. Minlərlə insan, ev işi. Amma eyni zamanda yeni bir Azərbaycan xalqını yaratdı. Yeni Azərbaycan xalqı nə idi? Siz bilirsiniz. Sonuncu dəfə Nadir Şahın dövründə Azərbaycan itirilən torpaqlarını geri almışdı. Bu da təqribən 1747-ci ili Nadir Şahın ölümə qədərdir, bu da 300 il eləyir. Ondan sonra Azərbaycan torpaq geri almayıb. Azərbaycan torpaqlar gedib və 300 ildən sonra ilk dəfə olaraq Azərbaycan Ali Başkomandanın rəhbərliyi altında bu torpaqları aldı və nə qədər şəhidlərimiz olsa Allah rəhmət eləsin, biz həm də qəhrəmanlığı daddığı, necə bu futbolda, mən kobud misal deyim ki, qalib olan tərəfin sevincinin nə həddi var, nə hüdudu. O bir oyunda, 90 dəqiqəli bir oyunda və ya da vaxt artırılıbsa. Amma bir də var ki, 300 ildən sonra sən ilk dəfə olaraq ağlıva da gəlmir ki, bu erməni buradan gedəcək. Çünki bunun dalında nəhəng imperiyalar var. O imperiyaların ən böyüyü də Sovet imperiyasıdır. İndi bugün, bəli, Azərbaycan cəmiyyəti tamam dəyişilib. Qalib, yəni düşüncə baxımından düşkün deyil, məğlub deyil. Yəni, əsəbləri yerindədir. Həm də ki, axı, dünyada qalib olmaqdan böyük heç nə yoxdur. Heç nə yoxdur. Bir dənə yanında bir bayrağın ola. Bir dənə bayraq, onu da qaldırsan belə, elə bilsin, səndən böyük yoxdur. Bugün Azərbaycan onu yaşadı, yaşayır və həm də dayanmadı. Bugün artıq görür, məsələn, mən oxuyan dövrdə, ya ondan qabaqki dövrdə, mən Milli Heydər Əliyevdə fəaliyyət dövrünü görmüşəm də. Zordan o, əvvəl Bakı, neft, sonra Azərbaycan bildik. Amma bugün dünyanın ən böyük dövlətlərindən tutmuş ən kiçiyə qədər Azərbaycan tanınır. Və bir də kimin ağlına gələ bilərdi ki, Avropalı bugün sənə yalvarır ki, mənə də qaz ver, mənə də neft ver. Bu kimin ağlına gələ bilərdi? Kiçik Azərbaycan, 15 müttəfiq respublika içərisində sonunculardan biri olan Azərbaycan bir gün dünyaya həqiqətən günəş kimi açılacaq, parlayacaq. Ona görə bugün Azərbaycanın ərazisi baxımından, əhalisi baxımından düşüncəmizdə belə deyək ki, böyük deyil, yox. Amma Azərbaycan bugün kifayət qədər öz yerindədir. Elə bu konferansların keçirilməsi də, bu tədbirlər də nəyi göstərir? Niyə hamı gəlir? Hər gün bir yenilik var. Hər gün üçün bir inkişaf var. Ona görə biz, siz bədbin ruhda olan bizim heç nəyimiz yoxdur. Şəxsən mən hər gün dünən, sabahki günün bugünkü gündən daha uğurlu olmazını görürəm və əmin edirəm, yeni bir tarix, bayaq çox maraqlı bir şey dedi. Sovet dönəmində gəldik, biz belə dedi, bərpa tarixindən məşğul olduq. Yəni, vaxtında ki, bizim tariximiz təhrif olunmuşdu, ancaq 2020-ci ildən sonra biz artıq bərpa olunmuş tarix yox, artıq ibrətli bir tarixin başındayıq ki, qalibsən, güclüsən, torpağın sahibisən və dünyaya da təbliğ elə. Necə ki, Azərbaycanın dövlət başçısı 44 günlük vətən müharibəsində qələbəmizin 4 şərtini göstərəndə ikinci şərt kimi yazırdı ki, göstərirdi ki, problemin tarixinin dünyaya çatdırılması. Bax, bugün inşallah Azərbaycanın bu tarixi təbliğ olunmalıdır. Necə ki, belə də ki, təbliğ olunur. Və həm də ki, dünyanın böyük dövlətləri ilə ünsiyyətli olmaq, münasibətli olmaq, iqtisadi əlaqələr, siyasi əlaqələr və hərbi əlaqələr və həm də çoxlu dost qazanmaq. Çünki ən çətin gündə o dostlar bilinir. Bizdə də
44 günlük Vətən müharibəsində biz onu ən balaca şagirdlərin timsalında gördük ki, balaca 6 yaşlı şagird belində özü boyda bir sumka, ancaq sumkada bir 2 bayraq, bəzən 3 bayraq. O elə ki, o da bir tarixi bizi öyrədirdi ki, bu müharibə günlərində də bu bayraqların yanaşı durması son nəticədə qələbə deməkdir. Son sualı verim, Anar müəllim, mümkün olsa buna bir qısa cavab istəyəcəm sizdən. Sosial şəbəkələr, internetlə bağlı bayaq toxundum. Yeni bir reallıqla üz-üzəyik, süni intellekt məsələsi. Azərbaycan dövləti də bu məsələlərə çox ciddi şəkildə əhəmiyyət verməkdədir. Bu internetin bu şəkildə yayılması, sosial şəbəkələr, bax bu gedən məsələlər, siz nə dərəcədə istifadə edə bilirsiniz bunlardan, edirsinizmi? Və bu cür gedişat sizi həm də qorxuzurmu, Anar müəllim, bu cür proseslər? Qoy elə sualınıza 3 cümlə ilə cavab verim. Bilirsiniz də, mən ixtisasca tarixçiyəm, texnokrat deyirəm. Birincisi, rahat istifadə edirəm, karıma gəlir. Amma bu əsas cavab deyil. Əsas cavab odur ki, nə qədər fikirləşirəm, mən bəzən tarixdən elə suallar qoyuram. Deyirəm, öz-özümə deyirəm, öyle də buna cavab verə bilməz. Bəzən böyle. Mən bir də görürəm ki, mənim unutduğum müqavilənin o maddələrini də ora qeyd edilib, bax, axı dedim, texnokrat deyirəm, hə? Özüm bilə qalıram ki, ilahi, bu necə olur? Ancaq, yenə deyirəm, hər hansı bir məqalə ilə bağlı, bir yazısı ilə bağlı, bir tezislə bağlı, xəstəliklərlə bağlı rahat istifadə edirik. Ailə olaraq rahat istifadə edirik. Amma onu dərin sizə açamlaram ki, yenə deyirəm ki, bütün dünya şokdadır. Həm də ki, qoy elə bunun problemin, dərdini də yəni texnokratlar çəksinlər. Biz tarixçilər də sadəcə olaraq öz marağımız daxilində ondan istifadə edirik. Təşəkkür edirəm, Anar müəllim. Sizə çox sağ olun. Maraqlı bir müsahibə idi. Əgər nəsə qeyd eləmək istəsəniz, buyura bilərsiniz. Çox sağ olun, minnətdaram sizə. Bax belə, hörmətli tamaşaçılar, biz bir müsahibəmizin, müzakirəmizin sonuna gəldik, çatdıq. Biz elm, təhsil, ictimai, mədəni, tarixi, ideoloji məsələləri Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, bizim dəyərli professorumuz, alimimiz Anar İskəndərovla müzakirə elədik. Siz isə bizi izləməyə davam edin ki, növbəti müsahibələrimizdən, müzakirələrimizdən xəbərdar olasınız. Sağ olun, salamat qalın. Sağ olun.